İkinci sual, daha doğrusu birinci sual, dim qəbul 6-cı sınavımız. Birinci sualda kapillər boruda qalxan mayinin kütləsinin səthi gəlmə misalından biz bilirik ki, mj səthi gəlmə qüvvəsi həmçinin ağırlıq qüvvəsinə bərabər olsa, bu da sigma L-dir. Buradan da M ilə sigma, yəni səthi gəlmə misalı düz asılı olacaqdır. 2. Müəyyən hündürlükdən üfüqə istiqamətdə atılmış kinetik enerjisini 4 dəfə artırsaq, biz uçuş məsafəsi V0 x vurulsun T'dir. Başlanğıc kinetik enerjisinin 4 dəfə artması sürətin 2 dəfə artması deməkdir. 2 dəfə artarsa yolda, yəni məsafə də 2 dəfə artmış olacaq. A variantı. 3. 2. Eyni düz xətt boyunca əks istiqamətdə bərabər sürətlə bir-birindən uzaqlaşır. Bir cisim baxın. 2 dənə eyni bir cisim əks istiqamətdə bərabər sürətlə uzaqlaşırlar. Bu cisimlər eyni müsbət yüklə yükləndikdən sonra, yəni ikisi də müsbət yük olsa, bunlar necə hərəkət edəcəkdir? Onda biz bunların qüvvələrin istiqamətini çəksək, müsbəti biz bilirik ki, dəf edəcəkdir. Onda bu qüvvəsi F sağa, bu da F. Hər ikisi F ilə V eyni istiqamətdə olduğu üçün bunun sürəti artacaqdır. Yəni yeyinləşir, amma bərabər yeyinləşən yox, çünki bu qeyri-birciz sahədir. Yəni Coulomb qüvvəsi necə dəyişdir? Ona görə də biz bunu yazsaq, Coulomb qüvvəsi F bərabərdir MA, o da K, Q1, Q2 böl R kvadratı. Uzaqlaşırsa R artır, F azalır, yəni A azalır. Ona görə də azalan təcillə yeyinləşən olacaqdır. 4. Rəs konturunda sərbəst elektromaqnit rəqslərinin periodu T 2 pi kök altda LC necə azaltmaq olar? Yükünü azaltsaq, xeyr, yükünü azaltsaq period dəyişməz. Tutumunu azaltmaqla olar, bəli, Bakıdır. Çünki tutumunu azaltsaq period azalar. Diopter, depter, yəni diopter, optik qüvvənin vahididir. D bərabərdir 1 böl F-ə görə. O da daşdır. 6-cı sual. İnersial hesablama sistemidir. Hansıdır? İnersial və ya ətalı hesablama sistemləri də təcil sıfırdır. Yəni cisim ya sükunətdə, ya da düz xətti bərabər sürətlə hərəkət edən sistem, bu belə deyək, inersial hesablama sistemi. Yəni təcil hər iki halda sıfır olmalıdır. Yəni təcilin bir halı, yəni sıfır halı. T4, T5. Yəni Bakı. 7-ci sual fotoeffekt mövzusuna aiddir. YK-nın düşən işığın dalğa uzunluğundan. Bu ifadəyə biz nə demişdik? Lambda max demişdik. Düzdürmü? Onda A1 üçün, yəni bunun lambda max'ı, lambda 1 max'ı lambda 0. Yəni bu da lambda max 1'i lambda 0, lambda max 2'si 2 lambda 0. Onda A1 HC bölünsün lambda 0. Çünki HC bölü lambda max'dır axı. A2'ni yerinə yazaram. HC bölünsün 2 lambda 0. Və biz görürük ki, A1 A2'dən 2 dəfə böyük olur. O da Bakıdır. 8-ci sual mexaniki dalğalara aiddir. Koordinatın mühiti hissəcəli yer dəyişmənin nədən? Məsafədən asılılığıdır. Bura R məsafə. Biz bilirik ki, bir period ərzində gedilən yol dalğa uzunluğu adlanır. Dalğanın getdiyi yol. Yəni lambdası 1 metr görürük burada. Onda V bərabərdir. Lambda böl böyük T. Onda T bərabərdir. Lambda böl V. Lambda da 1 metr və də 500 metr böl saniyə.
O da 0,2 edecektir. O da 2 millisaniye olacaqdır. 9. Dördüncü qrup kristal lamellər cədvəlinə hansı qrup elementləri aşkar kimi daxil etdikdə P tip aşkeçirici alınır. Yəni P tip yəni almalıdır. Alması üçün də daxil olunan valentli kiçik olmalı. Yəni 4-dən kiçik 3 valentli olacaqdır. 10-cu sual. Sərbəst düşmə müddətini yazsaq, kök altında 2h bölü r yazaram və mən baxıram ki, sərbəst düşəndə havanın müqaviməti nəzərə alınmadığından kütlədən asılı olmayacaq. Onda bir dənə hündürlüyə baxacaq. Hansının hündürlüyü daha böyüksə, o daha yerə gec çatacaqdır. O da 1 olacaqdır. 11. Borunun en kəskin sahəsi. Burada boru, Bernoulli qanunu nə demişdik? Borunun axan mayenin sürəti boruda onun en kəskin sahəsi ilə tərs asılıdır. Yəni V S ilə tərs asılıdır. S olanda V isə 2S olanda onda V böl 2 olacaqdır. 12. sual. Vakum kondensatorun tutum müqaviməti XC'dir. Yəni XC nəyə bərabər? 1 böl omega C'dir. Tutum da bilirəm ki, epsilon 0 S böl D'dir. Bu vakumda, yəni kondensatorun lövhələri arasında vakum var, XC'dir. Və dielektrik nüfuzluğu 7 olan dielektrik daxil etsək. Dielektrik daxil etsək, yəni epsilon 7 dəfə artmış olsun, C də 7 dəfə artar, C 7 dəfə artsa, bu 7 dəfə azalar. Əvvəl XC idisə, sonra XC böl 7 olacaqdır C variantı. 13. R hansı elementdir? 86, 219 elementi nüvəsinin 2 və çevirməsindən sonra, yəni 2 alfaya çevrilib, yəni bundan çıxıb 2 dənə alfa, yəni helium 2, helium 2, 4, 2 dənə də beta, yəni 2 dənə elektron mənfi 1 və 0, 1 Y elementi alınıb. Onda bunların reaksiyaya girən, çıxanların, belə deyək də, protonların sayının cəmi eyni olmalı, ya da kütlələri cəmi eyni olmalı. Yəni bu hissə 86 isə bunların üçünü də cəmləməliyik, 86 eləməlidir. 2 dənə helium buraya olacaq 4, 2 dənə mənfi 1, mənfi 2, 4 plus mənfi 2, müsbət 2, 86 olması üçün bura 84 olmalıdır. Bura 84. 84 plus 2, 86. Sonra 2 dəfə 4, burada 4, 8'dir. Burada 2, 0, 0, 219 verməlidir axı. Onda 8'i varsa 211 olmalıdır. Onda A kütlə ədədi, bura kütlə ədədi, burada Z'dir, yük ədədidir. 84, 211 A variantı. Dövrətmə periodunun sabit qiymətində çevrə üzrə hərəkət A-nın düsturu 4pi kvadrat böl T kvadrat vur R'dir. Periyod da sabitsə A ilə düzdür. Onsuz da periyod sabitdirsə, omega da tezlik də sabit olsa da yenə düz olacaqdır. Sonra 15. Avtomobilin mühərrikini söndürsək, söndürdükdən sonra kinetik enerjisinin zamandan asılı qrafiki. Ümumiyyətlə, belə bir sürət zaman qrafiki söndürəndən sonra yavaşır, xətti azalır. Buna görə mv kvadratı bölü 2 olduğu üçün, ona görə də bu qədər kvadratik azalacaqdır. Bax, belə bir qrafik alınacaqdır, yəni Y variantı. 16. Eta faydalı iş əmsalı, istilik mühərrikində eta P faydalı bölünsün P tam idi, vur 100, P tama biz Q1 deyirdik. Buna da
A böl Q1 deyirdik. Hə, bunu A ilə gələm istəyirsiniz. İşlə gələk. Hə, A faydalı böl A tam, yəni faydalı iş böl tam iş vur 100%. Hə, burada da faydalı gücü P olarsa, onda A'nın yerinə P vur T yazaram. Bölünsün Q1. Çünki işin düsturu güc vur zamanıdır. Və vurulsun 100. Hə, onsuz da burada 100 vurulmayıb. Hə, qızdırıcının alınan isti miqdarını tapdıq. Ona görə 100'ü burada silim. Onda Q1'i tapsaq, PT böl A olacaqdır. Daha doğrusu PT böl ETA. Bu da A variantı. 17-ci suala baxsaq, R2 böl R1 3 verib. Nə anlama gəlir bu? Çünki R2 R1'dən 3 dəfə böyükdür. Yəni R1'ə R desəm, R2'ə 3R deyərəm, o anlama gəlir. Hə, V1 voltmetrin göstərişi U olarsa, bəli, V1 voltmetri nəyin gərgini ölçür? Bax, bu R müqamı, R1'in gərgini. Onda bunun üçün belə yazaram. U birim U'dur. Bu da I vurulsun R'dir. Düz. Buna U deyir I yerə. V voltmetri nəyi ölçür? Hər ikisinin cəmini ölçür. Onda U bərabərdir nəyə? U1 plus U2. Bunu soruşur. U birim I R'dir. U2 I R2'dir. R2 də 3R'dir. Onda IR plus 3IR oldu 4IR. Əgər I yerə U deyirsə, onda 4 yerə 4U deyəcəkdir. Bəli. Deməli belə. 18-ci suala baxaq. Bir cism maqnit sahəsi induksiya xəttlərini perpendikular yerləşdirən cəryan şiddətinin qiymətini 3 dəfə azaltsan, cəryan şiddətinin qiymətini, yəni I1'ə 3I desən, I2'ə I desən azaldıram. Amper qüvvəsi isə F1 F-dirsə və 20 vahid azaldı. F2 F çıx 2 olacaqdır. Yox, 20 olacaqdır. Amperdə I ilə düzə IB-lə görə F IB-dir. Onda I1'i I2'ə bölərəm, F1'i F2'ə bölərəm. I1 3I böl I ilə bura 3 eləyir. Bərabər F1'in yerində F, F2'nin yerində də F çıx 20. Buradan bu ifadədən də F bərabər 3F çıx 60. Onda 2F 60'dır. F də 30'dur. Bu əvvəlki qiyməti 30'dur. Bizə onsuz da bu əvvəlkini sonraki olsa 10 olacaqdır. Biz bunu görürük. Yəni indiki cavab 30'dur. 19'da çox rahat. Sükunətdə olan iki nöqtə yük arasında kolon qarşılıqlı təsir əks yüklərdir. Əks yüklənmiş. Onda əks yüklər bir-birini cəzb edəcəkdir. O da daşdır. Fotonun impulsunun dalğa uzunluğunda fotonun impulsu yadınızda P enerji böl ışıq sürəti ya H nu böl S, S'nin yerinə də lambda nu yazsaq H böl lambda. O da P lambda ilə tərs asılı. Oldu. 21'ə baxırıq. 21'də bizə verir ki, 21'də burada proton, bir də elektron var. Proton və elektron perpendikular istiqamətdə hara daxil olur? Maqnit sahəsinə. Solar qaydasını tətbiq eləsək, protona təsir edən qüvvə yuxarı, elektrona da onun əksi olacaqdır. Düz, o da düz. Yəni, nə başınız ağrıdım? Yəni, belə bir şey olacaq. Buradakı F B olacaq, burada da F bu. Bu olacaq trayektoriyası bu. Bunun trayektoriyası da F çevrənin mərkəzinə görə. Yəni, bu adam çevrənin saatın əksinə hərəkət edər, bu isə saatın istiqamətində hərəkət edəcəkdir. Təsir edən Lorentz qüvvəsi modulca Y və B-dir. Bəli, modulca bərabərdirlər.
Onsuz V-ləri eyni, B-ləri eyni, bir dənə Q-ləri qalıb. Protonun yükü ilə, düzdür, protonun yükü müsbət Y-dir, elektronun yükü isə mənfi Y-dir. Ona görə də hər iki Lorentz qüvvəsi QVB yazacağıq. O da Q-da Y olacaq, modulda Y. Bəli, hər ikisində Y və B-dir. Lorentz qüvvəsi yuxarı istiqamətdədir. Bu ikisi üçün getdi. 3-ə getdi 1. 2 yuxarı istiqamətdə 1-ə gedir. Çevrə üzrə bərabər sürətlə hərəkət edir. Hər ikisi. Çünki hər ikisi perpendikular daxil olub. 3 hər ikisinə gedir. Təcil aşağı yönəlib. Təcil qüvvə istiqamətdə olacaqdır. Lorentzin istiqaməti aşağı. Bu da 2-yə 4 olacaq. Təcil yuxarı yönəlib. Bu da 1-ə olacaq. Yani 1, 5, 4, 1, 3. Boy niye olmadı? 1. Yok, biri axı uşaqlar. Biri biz ne yazdık? Hər ikisini yazdıq. Bəli, 2-ni hara yazdıq? Maqnit səsi daxil olan Lorentz qüvvəsi yuxarı istiqamətdə yönəlib. Orada 2 olacaq. 2. 1 yox 2. 2, 5, 1, 3 və 4. 2, 5, 4, 1, 3. A variantı. 22. Eyni sabit əvəzləyici qüvvənin təsiri ilə hərəkət, sükunət vəziyyətində hərəkətə başlayır. Yəni V0 0'dır. Onda V kök altında 2 ama bərabər yer dəyişmə. S də konstant. Onda V'nin yer dəyişmə düsturu kök altda AS'dir. Eyni sabit əvəzləyici qüvvə özü də. Onda A-nın yerinə F bölü M yazsam 2 F əvəzləyici bölü M vurulsun S. Onda tərs asılıdır. Görürəm yəni. Hiperbola. Bəli. Və burada bu da nəyə aiddir uşaqlar? Çevrə üzrə, daha doğrusu maqnit sahəsində perpendikular olan daxil edən çevrənin radiusu. Daha doğrusu yüklü zərrəcik radiusu R MV böl QB. Burada da induksiyanı soruşur. B olacaq. MV böl nə? QR. MV. M 1/6 10 üstü mənfi 27. V 20 megametrdir. Yani 10 üstü 6 metre bölü saniye. Q 1/6 vur 10 üstü mənfi 19. R de 20 santimetre. O da 10'da 2 metr. Bəli. Artıq buradan devam edeceğim bunu. 1/6'nı apardıq. 20'ni 10'da 2'ye bölsək. O da 100. 100 elədi. Bu oldu 10 üstü 8. Bu da ümumi 10 üstü 8 oldu. Yox, aşağıda bir dənə mənfi 19 var. Yuxarı apardım. Müsbət 19. 19 plus 8 27. Bay. Bu da mənfi 27. 10 üstü 0. O da 1 Tesla. Cavab 1 Tesla. 24. İdeal gaz moleküllərinin konsentrasiyası harda azalır? Konsentrasiya dediğimiz N bölünsün V'dir. Say bölünsün həcm. İzobar genişlənmə. Yani P konstant, V artır. Onda T de artır. Konsentrasiyada V artarsa N azalar. Deməli 1 doğruymuş. İzobar sıxılma olmaz. İzotermik genişlənmə olar. Bəli, izotermik genişlənmə də V, ümumiyyətlə genişlənmə V artma deməkdir. 3 də doğrudur. 4 onun təsiri olmaz. İzoxorda da ümumiyyətlə dəyişməz. Ona görə də doğru cavab 1, 3. 25'e baxacaq. 25 dediğimiz ardıcıl birləşmədir. Bu 18 volt ümumidir. İkincinin gərgini 12'dirsə, onda bu birisine 6 volt düşür. Bəli, ardıcıldırsa yüklər eynidir. Q1 Q2'ye bərabər. Q1'in yerine C1 O1 bərabər C2 O2. Buradan hesablasaq C1 vur U1'i 6'dır. C1 vur 6. C2 9 mikrofarad vur 12. 12 6. Onda C1'e 18 qalır.
Eləmi? Elədir. Bəli, 18 mikrofaraddır cavab. 28'i dedik. Qaldı 20, daha doğrusu 25'i dedik. 25'i. 26. Grafiklərdən, düz xətti hərəkət edən grafiklər ifadə arasında cisim x oxunun əksinə, əksi istiqamətində hərəkət edir. Bəli, bu cümlə mənə deyir ki, hər üç hərəkət üçün v mənfidir deməkdir. X oxu, yəni v x oxunun əksinə gedir. 1 bərabər yeyinləşən x oxunun əksinə bərabər yeyinləşən olması üçün A hansı tərəfə getməlidir? V istiqamətində. Onda A da mənfi olmalıdır. Deməli 1-ə B yazaram. Eləmi? Elədir. Sonra bunu silirəm indi buradan. 2 bərabər yavaşlayan x oxunun əksinə gedir. Yavaşlayan getməsi üçün A onun tərsinə olmalıdır. Bunda A x-in istiqamətindədir. Görürsünüzmü? A müsbət olmalıdır. 2 A-dır. Yenə də silirəm. 3 bərabər sürətli hərəkət eləməsi üçün A 0 olmalıdır. V də konstant. Bəli, V konstant ya C-dir, ya D-dir. Axı x oxunun əksinə gedir V-si. Mənfi olmalıdır demək. 3-ə də D yazaram. Deməli, bəs Y variantı bərabər yavaşlayandır, x oxunun əksinə, elə deyilmi? Baxın, Y variantı bərabər yavaşlayan hərəkətdir. Çünki A belədir, mənfi V0 plus AT anlamına gəlir. O da 2-yə həmçinin Y olacaqdır. 27. Sabit gərginlik mənbəyinə qoşulmuş sürgü, reostatın sürgüsünü bir vəziyyətdən iki vəziyyətə gətirdikdə ampermetrin göstərişi 2 amperdən 5 amperə qədər artdı. Deməli, əvvəl 2 amper imiş, sonra da 5 amper oldu. Yaxşı, mənbəyin gərginliyi voltlarla hesablayaq, özdə onu da konstant verib. Ümumiyyətlə, reostat məsələsinə baxdıqda bilməliyik ki, hansı hissəsi qoşuludur. Sürgü buradadırsa, bunun sağ hissəsi qoşuludur. Onda özdə bölgüləri də eynidir. Məsəl üçün, reostatın indi 3 daması bağlıdır, eləmi? Bir bölgəyə də R versək, 2 amper dediyimiz, yəni I bərabər U böl R-dir də. Amma U böl R ilə bu 10 necə birləşib? Ardıcıldır. Onda bunun üçün belə yazaram. Yəni, ampermetrin göstərişi belə bir şey ifadə yazaram da. U bölünsün R reostat plus həmən o R. Yəni, o R ki, hansı 10 ohmluq. Ardıcıldır axı, eləmi? Bunu belə yazmalıyam. Onda 2 amper bərabərdir. U bölünsün. Neçə R birləşib? 3 R plus nə? 10. Razısan mı? Razısan. İkinci halda isə 2 vəziyyətinə birləşir. Baxın, gəlib elə bir ki, reostat burada. İndi artıq burası birləşir 1-ləri. Onda ampermetr 5 amper göstərir. 5 U bölünsün. R plus 10 olubdur demək. Gördün mü? Onda biz burada mənbəyin gərginliyi, yəni onu tapacağıq. Mən deyərdim ki, birinci bərabərləşdirək. Bunun qiyməti 2 amper. 2 U və 3 R, 2-ni buna vursaq 6 R plus 20 bərabər 5 R plus 50. R bərabərdir 30. Böyük yerim 30 oldu. Düzdür? Düzdür. Böyük yerim 30-dursa, onda bunlardan birini yerinə yazsaq, onu tapa bilərik. U bərabərdir 5 vurulsun 30 plus 10. O da 200 volt. Cavab 200 volt. 28. Görürük ki, dəyişən cəriyana aiddir. İstilik miqdarı 5 saniyə müddətində ümumi Q bərabər UM kvadrat böl 2 R vur T. UM də 200'dür. Ümumi R'də bilirəm ki, R1'dən R1 50'dir. Bu 150'dir. Ardıcıldırsa oldu 200. R3 də 200, 200 200'ə paraleldirsə birini sayına bölə, yəni 2'yə. Onda R ümumi olacaq 100 ohm.
Yani buradaki R ümidir. OM'in kvadratı yani 200'ün kvadratı 200 vur 200 vurulsun 5 saniye bölünsün 2 vur 110 200 200 bu da 1000 tane joule olacaktır. O 29. Hə. Yer dəyişməni tapmalıyıq. Birinci, cisim necə hərəkət edir? Ümumiyyətlə neçə saniyə hərəkətdə olub? 9 saniyə deyək ki, hərəkətdə olub. 3 saniyəsi x okunun istiqamətində gedir. Çünki VT qrafikinin üstü x oku istiqamət demişdik. O nə olacaq? Onda bunu biz hesablayaq. Sürət zaman qrafikinin fiqurun sahəsini hesablasaq 3 vur 6 S1 olacaq 2'də 1 3 vur 6 o da 9 metr müsbət. İkinci keçir burada sürət 0 təzədən yeniləşir x okunun əksinə. Düzdürmü? Mesela, burada bu hissə isə x okunun əksinə olan hərəkətdir, eləmi? X okunun əksinə. X okunun əksinə gedir. Onda bu üç bucağın sahəsi olacaq 2'də 1 A vur H. O da 2'də 1 A'sı 3'dən 9'a 6'dır. 6 vurulsun. H'ı da 6'dır. Bu da 18 ama mənfi 18 metr. S2'si oldu mənfi 18. Burada da o 9. Onu da cəmləsək S ümumi mənfi 9 metr plus mənfi 18 metr. O da modul desək, modul istəyir da. O da eləyəcək müsbət 9 metr. Bu bir. Və qrafikini istəyir. Birinci biz bilirik ki, x okunun neçə saniyə hərəkət edib? 9, 3, 6, bir də 9. S'in T'dən asılı olan. X okunun əksinə yavaşlayan dedik, eləmi? Dedik, değil mi? X okunun əksinə nə? Yavaşlayan 3 saniyə. Sonra X okunun, daha doğrusu X okunun istiqamətində yavaşlayan. Sonra X okunun əksinə yeniləşən. Ondan sonra X okunun əksinə yenə yavaşlayan. Belə bir qrafik 9-cu saniyəyə qədər. 30 sabit gərginlik mənbəyinə qoşulmuş dövrədə K-çarı açıq olduqda ampermetr 2 amper göstərir. K-çarı açıq olduqda. Açar bağlansa ampermetrin göstərişi. Yaxşı, K-çarı açıq olsa, məsələn ki, bura müsbət, bura mənfi, cəryan gəldi, R-dən keçdi, K-çarı açıqdır, buradan keçə bilməz. Onda elə buradan gələcəkdir. Baxın belə. Onda açıq halda, K-çarı açıq halda 2 amperi göstərir. Onda I dedim. U bölünsün. 2R'dən də keçir. Bu R'lər də ardıcıldır. 2R 2 amperdir. Düz, düz. K-çarı bağlansa əgər, gözəl balalar, K-çarı bağlansa, onda cəryan gələcək. Eləmi? Hə. Cəryan baxın. Cəryan buradan gələr. Gəldi. Hə, burada qısa qapanar. Cəryan R'dən keçməz. Gəlib K naqilindən keçər. Bu qısa qapanacaq. Yəni R böyük burada 0 olacaqdır. Onda bu birinci hal. İkinci halda U bölünsün 1R. Məxrəcə görə 2 dəfə artacaqdır. O da 4 amper olacaqdır. Bu qədər.